Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışları bir çoxlarını, hətta dövlət rəsmilərini qızıqlandırır. Bu barədə Hraparak qəzeti yazır. Yüksək rütbəli polis zabitlərindən biri yaxın adamdan şikayət edib ki, onlardan Akopyanla baş nazir kimi davranılmasını, eyni ilə əri kimi qarşılanıb, eyni ilə də yola salınmasını tələb edirlər. Onun sözlərinə görə xüsusilə regionlara səfəri zamanı bütün rayon ayağa qalxır. Səfərə bir neçə gün qalmış təmizlik və digər işlər aparılır. Baş nazirin protokolunda olduğu kimi səfər barədə müvafiq strukturlara bilgi verilir ki, xanım səfərdən narazı qalmasın. Son zamanlarsa Anna həddindən artıq aktivləşib. Elə gün olmur ki, hansısa dövlət strukturuna və ya icmaya baş çəkməsin. Bugün də onun Şirak bölgəsinə səfəri gözlənilir. O köməkçisi Varduhi Manukyanın 44 günlük müharibədə ölən oğlu Rafo Sakyanın doğum gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Gümrüyə səfər edəcək. Tədbir Gümrü Dövlət Xalq Alətləri Orkestrinin binasında baş tutacaq deyə Hraparak nəşri qeyd edib. Xatırladaq ki, Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik, inamsız, həmişə çaşqın, aydın ideyası və konsepsiyası olmayan insanlar kimi təqdim etmişdi. Bir neçə gündən sonra isə baş nazirin həyat yoldaşı yazdıqlarını sosial şəbəkə hesabından silmişdi.